الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم عباد الله بتقوى الله. Esselamu aleyküm cəmiən və rəhmətullah və bərəkətuh. Özümü və siz əziz dəyərli möminləri, inançlı bacı qardaşlarımı və möminə xanımları ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah ibadətlərimizi, itaətlərimizi inşallah qəbul eləsin və bu əza günlərində hər kəsin əzadarlıqlarını ali dərəcədə qəbul eləsin inşallah. Mən keçən cümə bir acil səfərim çıxdığına görə xidmətinizə çata bilmədim. İnşallah haqqınızı halal eləyin. Allah gələn günlərimizi xeyirli, bərəkətli qərar versin. İnşallah cümələrimizi daha mübarək eləsin inşallah. Dünən bir rivayətə görə İmam Səccad əleyhissalamın şəhadət günü idi. Bugün münasibətindən sizə təsliyyət deyirəm. İmam Səccad əleyhissalam o şəxsdir ki, Kərbəlada Allahın lütfü ilə sağ qaldı. Kərbəlada o böyük faciə ki baş verdi, amansız qətillər baş verdi. Əcibdir, İmam Səccad əleyhissalam oradan sağ çıxdı. Əlbəttə, bu Allahın bir lütfü və inayətidir. Allah istəyir, əgər vilayəti qoruya, saxlaya, o mütləqdir. Vilayətin qorunmasında Allah bəzi işlər görər. İmam Səccad əleyhissalam və xanım Zeynəb salamullahi əleyha sağ qaldılar ki, ta Aşuranın mahiyyəti aradan getməsin. Ta Aşuranın hədəfi və mesajı əbədiləşsin. Çünki Məhərrəmdə, Aşurada baş verən o böyük faciələrin əsas şahidlərindən biri xanım Zeynəb idi, biri İmam Səccad idi. O hadisələri nəql eləyən şəxs İmam Səccaddır. O sağ qalmalıydı, bu tarix yaşasın. Allah onu sağ saxladı, ta Kərbəlanın mahiyyəti və mesajı əbədiləşsin. İmam Səccad əleyhissalam ona görə sağ qaldı. İndi nə cür sağ qaldı, nə şəkildə sağ qaldı, ona mən daxil olmuram ki, onu özünüzdə mütaliə edə bilərsiniz. Xülasə, bu Allahın bir istəyi və möcüzəsi. İmam Səccad əleyhissalam sağ qaldı, amma sual, bəs sağ qalandan sonra nə cür, hansı şəkildə İmam Səccad öz missiyasını tamamladı? 30 il Aşuradan sonra İmam Səccad yaşayır. 30 il imamətlik devri ən çətin imamətlik devridir. Niyə? Çünki İmam Hüseyn şəhid olub və bu qorxu hakimiyyətin canına, ruhuna hopub, imamı şəhid eləyib və bu tərəfdən qorxur. Birdən insanlar qəzəbə gələr, qiyama qalxarlar. Bilirsiniz, tarixdə İmam Hüseynin Aşurasından sonra nə qədər qiyamlar baş verib, İmam Səccad onların heç birində olmayıb. İmam olaraq olmayıb. Bu qorxu hakimiyyətin canında var idi. Ona görə də nə qədər imkanlarında var idi, imamı kontrolda saxlayırdılar. Yasağı idi. İmam namaz qıldıra bilməzdi, get-gəl eləyə bilməzdi. O qədər qadağa qoymuşdular, İmam çox çətinlikdən bu 30 ili başa vurdu. Çox çətinlikdən. İmam olasan, mənbə-i ehsan olasan, kəramət qapısı olasan, amma sənə qadağa qoyula, sən o elmindən, o zöhdündən insanlar istifadə eləyə bilməyər. Bu çox çətin məsələdir. Amma biz İmam Səccad əleyhissalamın tarixinə nəzər salanda diqqət yetirsəniz,
görərsiniz İmam Səccad əleyhissalam ən çox təbliğatını dua üzərində aparıbdır. Dualar üzərində. Bir dənə kitab var, Səhifə-i Səccadiyyə. Səccadiyyə səhifəsi adlı kitabdır. Bu kitab mən tövsiyə eləyərəm, onu arada tərcüməsi də var. Hər dilə tərcümə olubdur. Baxasınız, orada cürbəcür dualar var. İmam sözünü, mesajını dualar vasitəsilə ötürüb. Dualarla sözünü insanlara çatdırıb. Təbliğatı dua üzərində olub İmam Səccad əleyhissalam. Mən bir dənə hədis İmam Səccad əleyhissalamdan burada istəyirəm oxuyam. Maraqlı hədisdir. Həm təbərrük olsun, həm də istifadə eləyək. Muhammed və Muhammedə salavat yandırın inşallah. Bir nəfər Əbu Xalid Kabuli adında bir şəxs deyir, yetişdim İmam Səccad əleyhissalamın xidmətinə. İmam Səccad əleyhissalamın xidmətinə yetişdim, İmam Səccad əleyhissalamdan soruşdum. Yəbni Rasulillah, günahın əsərini mənə bəyan eləyə bilərsənmi? Günah hansı əsərlər yetirir? Çox maraqlı hədisdir və həyati bir hədisdir bu hədis. Əgər biz buna əməl eləsək, həm dünyamız, həm axirətimiz abad olar. Bu sualın cavabına diqqət edin. Bu şəxs gəldi, İmam Sadiqdən sual elədi. İmam Sadiq əleyhissalama buyurdu ki, hansı günahlar bizdən niməti alır? Dualara diqqət yetirsəz, bir sıra dualarda mətinlər var. Qeyd olunur ki, bəzən günah insanın neməti əlindən alır. Bəzən günah insanın dualarını həbs eləyir, zindan eləyir. Bu sual eləyir İmam Səccad əleyhissalamdan ki, Yəbnə Rasulillah, hansı günahların bizdə əsəri var? İmam ona bəyan eləyir. Duaları zindana salan günahları sayır. Deyir, bu günahlar əgər sizdə olsa, bilin və agah olun ki, sizin dualarınız müstəcab olmaz. Allah Quran-ı Kərimdə buyurur, Ud'uni istəcib ləkum. Məni çağırın, mən də isticabət eləyim. İlahi, mən səni çağırıram, bə niyə isticabət olmur? Və dualarım niyə qəbul olmur? Biri gəldi, İmam Sadiq əleyhissalamın xidmətinə yetişdi. Biraz şübhəsi var idi. İmam Sadiq əleyhissalamın xidmətinə yetişdi. Dedi ki, Allah dedi, Ud'uni istəcib ləkum. Məni çağırın, mən isticabət eləyim dualarınızı. Dedi, bəs mən Allahı çağırıram, Allah mənim dualarımı niyə qəbul eləmir? İmam ona çox gözəl bir cavab verdi. İmam ona buyurdu ki, məgər sənin fikrinlə Allah əhdinə vəfa eləmirmi? Vədinin əksini mi eləyir? Bu vədi kim verir? Allah Taala. Harda verir? Quranda. Nə buyurur? Deyir, məni çağırın, mən də isticabət edeyim. İndi mən ilahi səni çağırdım, isticab eləmirsən. Bəs əlauzubillah, yəni Allah öz verdiyi sözün əksini mi eləyir? İmam Sadiq əleyhissalam buyurdu, dedi, sən nə deyirsən? Yəni bu cür demək istəyirsən ki, Allah Taala söz verib sözünə əməl eləmir. Dedi, yox, belə bir şey deyil. Demirəm. Dedi, və nədir sözü? Dedi, sadəcə maraqlıdır, niyə mənim duam müstəcab olmur? Hey Allah'a çağırıram, dua eləyirəm, aldım səcdələrdə, əlim göylərdə, gözüm yaşlı, duam müstəcab olmur. İmam ona cavab verir. Dedi ki, bu ayənin mənası var, ayə mütləqdir. Allah Teala Quranda buyurur ki, məni çağırın, mən də isticabət edeyim. Amma çağırmağın şərti var, qaydası var, qanunu var. O qayda qanunda Allah'a çağırsan, əlbəttə ki, isticabət olar. Duanın, dedi, qaydası var. Soruşdu ki, İbn Rasulullah, duanın qaydası nədir? İmam ona cavab verdi. Dedi, duanın qaydası var. Birinci qaydası budur ki, əvvəl sən duadan öncə Allah'a həmd deməlisən.
Ondan sonra duadan öncə Allahın verdiyi nemətlərə şükür eləməlisən. Allah sənə nə qədər nemət verib, onlara şükür eləməlisən, onları xatırlamalısan və onları dilinə gətirməlisən və dilində şükür eləməlisən. Ondan sonra buyurdu ki, duanın şərti var. Şərti budur ki, öncəliklə Allaha gərək həmd eləyəsən, neməti yada salasan, Peyğəmbər və onun pak əhli beytinə salam və salavat deyəsən. Sonra buyurdu ki, günahlarını yada salasan, peşman olasan, tövbə eləyəsən, ondan sonra dua eləyəsən. Duanın müstəcab olar. Duanın şərtləri var. Get orada 100 dənə günah yerinə yetir, burada gəl əlini Allahın dərgahına aç, bir-iki qətrədə göz yaşı tök, həmən duanın müstəcab olunmasını gözlə, bu olan bir şey deyil. Duanın şərtləri var, qaydaları var, istiğfar var, həmd var, nə var? İmam dedi, bunlar olsa, əlbəttə sənin duan müstəcab. Bunlar olmasa, dua gecikər, müstəcab olmaz. İndi sual, biri gəldi, bunların hamısını yerinə yetirdi. Gənə duası müstəcab olmalı. O nədir? Bu da bir sual. Biri dedi, bunları yerinə yetirdim, istiğfar, nemətə şükür, salavat, salam, nə, dua. Vermir. Bəli. Başqa bir hədislərə nəzər salsaq, onlar da bunu bəyan edir. Deyir ki, Allah Teala duaların isticabətini iki hissəyə bölür. Bir hissə bu dünyadadır, bir hissə axirətdədir. Bir hissə sənin xeyrinədir, bir hissə sənin xeyrinə deyil. Bəzən Allah Təbarək və Teala sənin xeyrinə olmayanı sənə əta eləmir. Demək, bunun içində bir hikmət var. Bir hikmət var. Onu mən bilmirəm. Səbəb mən bilmirəm. Əlbəttə, Allah Quran-ı Kərimdə buyurur ki, biz heç kəsin taqətindən yuxarı ona bir şey yükləmərik. Hər kəsin taqəti var. Əgər bir adam bunları atdada bilirsə, demək taqəti var. Allah Teala taqəti miqdarında ondan üzləşir. Taqəti miqdarında ondan hesab kitab aparır. İmam Səccad əleyhissalam duaların müstəcab olunmasının qarşısını alan bir neçə səbəbi bəyan edir bu hədisdə. Mən bunları tez-tez deyirəm ki, vaxtımız çox uzanmasın. Bir dənə dua var, namazlardan sonra oxunur, əsr namazından sonra oxunur. Əlbəttə, biz bundan biraz qəflət eləyirik. Bu duanı gərək oxuyaq əsr namazından sonra. Çox gözəl duadır. Deyir ki, Allahümme əğfirliyə zunubəlləti tuğəyyirun ni'əm. Ey mənim Allahım, mənim o günahlarımı bağışla ki, mənə verdiyin nemətləri mənim əlimdən alır. Allahümme əğfirliyə zunubəlləti təhbisud dua. Ey mənim Allahım, mənim o günahlarımı bağışla ki, mənim dualarımı həbs eləyir. Sonra etiraf, Allahümme inni əuzu bikə min duaillahi la yusma. Ey mənim Allahım, o duadan sənə pənah aparıram ki, sən o duanı eşitmişsən. Yəni, sən eşitmədiyin, etdiyim duadan sənə pənah aparıram. Yəni, mən bəzə dua eləyirəm, sən onu eşitmək istəmirsən. Sənin özünə pənah aparıram. Sonra buyurur ki, Sələtən la turfə. O namazdan sənə pənah aparıram ki, o namaz məni yüksəltmir. Və min qəlbin la yaxşə. O qəlbdən sənə pənah aparıram ki, sənin zikrin deyildiyi zaman o qəlb titrəmir. O qəlb imanla aşıb coşmur. Bəzən Allahın zikri deyildikdə qəlb bir cür olur. Deyir, mənim qəlbimə heç bir təsir eləmir. Öyle la ilahe illallah deyirəm, qəlbimə təsir yoxdur. Allahu Ekber deyirəm, ruhuma heç təsir yoxdur. Deyir, o zikirdən sənə pənah aparıram. Sonra deyir, və min ilmin la yənfə. O elmdən sənə pənah aparıram ki, heç bir faydası yoxdur. Heç bir xeyri yoxdur. Bəzən insan elmi var, heç bir xeyri yoxdur. Elə olmasa onunla yaxşıdır. İmam buyurur ki, bir neçə dənə səbəb sayım, bil və agah ol. Onlar sənin duanın qarşısını alır. 1. Mən də hədisin ərəbisini oxumuram, xırda başlıqlarını deyirəm.
daha söhbətimizi tamamlaya bilək. Su'un niyyə. Birinci budur. İmam buyurur, deyir, hər kəsin niyyəti xarab olsa, duası müstəcəb olmaz. Niyyət xarabdır. İnsan ancaq və ancaq hər bir işində niyyəti riyakarlıqdır. Niyyət xarabdır. Niyyətdə Allah yoxdur. Niyyətdə Allahdan başqa hər nə istəsən var. Sonra da niyyətdə Allah yoxdur, duada Allah var. Xeyr ola. Elə şey yoxdur. Niyyətində Allah olmalıdır ki, duanda da Allah ola. Niyyətində Allahdan başqa hər zat var. Allahdan başqa hər nə var niyyətində? Riyakarlıq var, gözə girmək var, özünü göstərmək var, mənəmçilik var, nəfs var, şeytan var. Hər nə var? Allah yoxdur. Amma duanda Allah var. Deyir, yox, o dua qəbul olmaz. Peyğəmbərimizin hədisi var. İnnəlləhə la yənzuru ilə suvarikum və la ilə əmvalikum və lakin yənzuru ilə qulubikum və ə'malikum. Əziz Peyğəmbərimiz buyurur ki, uca Allah heç vaxt sizin nə mallarınıza, nə üzünüzə baxmaz. Allah baxar sizin qəlblərinizə və əməllərinizə. Allah mala baxmır, zahirə baxmır. Nəyə baxır? Qəlbə baxır və əmələ baxır. Çünki qəlbin müştərisi Allahdır. Qəlbləri bilən odur. Şah damarından insana yaxın olan odur. Sən məni allada bilərsən, mən səni allada bilərəm. Biz bir-birimizi yola verə bilərik. Amma uca Allahla əlaqədə bu mümkünsüz bir şeydir. Bu mümkünsüz bir şeydir. Allah qəlblərə yaxındır. Allah zehinlərdən keçəni biləndir. Ona görə də deyir, qəlbin gərək düz olsun ki, duan qəbul olsun. Əziz Peyğəmbərimiz Əbu Zər Qəffariyə hədislərin birində buyurur, Ya Əba Zər, liyəkun ləkə fi kulli şeyin niyyə, hətta fil əkl və nəvm. Deyir, ey Əbu Zər, hər bir şeydə niyyət eləyəsən. Hər bir şeydə niyyət eləyəsən. Hətta əkl və nəvm. Hətta yemək və yuxuda niyyət eləyəsən. Bu nədir? Yeməkdə nə niyyət eləyim? Yuxuda nə niyyət eləyim? Bilirsiniz ki, bəzi şeylər fiqdə mubahdır. Yemək mubahdır. Yatmaq mubahdır. Mubah nədir? O şeyə deyilir ki, orada nə günah var, nə savab var. Mubahdır. Amma eləyə bilərsən, niyyət eləyib, onu savaba çevirəsən. Məsələn, yemək yeyəndə niyyət eləyəsən, niyyət qəlbindən keçirəsən, onu yeyirəm, qürbətən ilə Allah, ta qüvvələnim ki, Allahın qarşısında gözəl ibadətə dayana bilim. Yatmaqda niyyət eləyəsən, niyyət eləyirəm ki, biraz rahatlanım, səhər sübhə qalxa bilim ibadətə. O yuxu niyyətdən, yatılan yuxu olur, mubahdan çıxır, olur savab. Deyir, ey Əbu Zər, yeməyində niyyət elə, yatmağında niyyət elə. Ta ömrün bütün savabda keçsin. Çox çətin məsələdir. İnsan bunlara riayət eləməsi çətin məsələdir. Ömür bir tərəfdən gedir, amma insan bu qədər nimətdən istifadə edə bilmir. Allah Təbarək və Təala sanki bunları insan ayağının altına töküb, insan gözünü görmür, gözü görmür ayağının altına. Bir də onda ayılır ki, ömür bitib, amma heyif ki, bu deyilənlərdən kifayət qədər istifadə edə bilmir. O qədər dualar var Məfatihül Cinin kitabında. Bərəkətli bir kitabdır. Sən eləyə bilərsən, imkan həddində dualardan istifadə edə bilərsən. Səhifə Səccadiyyə kitabı var. Müxtəlif dua kitabları var. Bu dua kitabları sanki aptekə bənzəyir. Sən girirsən, sənə lazım olan dərmanları alırsan. Bəzi vaxtda imkanın çatmır hamısını alasan, imkan həddində, məsələn, doktor yazıb 30 günlük, sən 10 günlük alırsan. O dualar, o təhsib-i nəfslər ki, qeyd olunub, deyir, imkan həddində onlardan yerinə yetirin ki, ta əliniz məhşər günü, o qəbrin, o çətin günündəkinə heç kəs sənin dadına çata bilməz. Bundan başqa ki, gözlərin yollarda qalar ki, ey kaş mənim vərəsələrimdən biri, dostumdan biri, yaxınlarımdan biri məni yad eləyə. Mənim üçün bir şey göndərə. İndi gözə zindandakılar tez-tez zəng eləyir, bizə bir şey göndər. Bizi yad elə, bizə bir pul göndər, bizi yada sal. Bərzəxdə də bu cürdür, hələ ki məhşər olmuyor,
insanların ruhu ki, bərzəx aləminə köçür, onları intizarı var ki, biz onları yad eləyək. Onlar gözləyir bizi, 4 gözdən gözləyirlər bizi. Kaş, məsələn, filan kəsin yadına düşür, mənə bir şey göndər. Nə göndərəm mən buradan ora? Nə göndərəm? Yemək getmir, tir getmir, paltar getmir. Onun üçün mən göndərməliyəm salam, salavat, sədəqə, ziyarət, nə bilim, hər nə xeyir iş görsəm, onun niyyətinə ona bir pay çatar. Hələ ki, məhşər olmayıb, əli üzülməyib, gözü yoldadır. Gözü yoldadır. İndi Allah Taala bəzi vaxt bəzi insanı qəlbə salır da, yada salır. Birdən görürsən, yuxuna gəlir filan kəs. Niyə yuxuna gəlir? Allah istəyir sən ona bir xeyir göndərəsən. İstəyir ona bir xeyir göndərəsən. Və yaxud durduğun yerdə, məsələn, filan mərhumdan bir şey zehnə gəlir. Deyirsən, Allah rəhmət eləsin. Bir dənə bax, bu Allah rəhmət eləsin söz ona kifayətdir. Allah bəzən zehnə salır ki, sən ona bir şey göndərəsən. O beynəviyə bir şey göndərəsən. İndi bizim ki, hələ əlimiz kəsilməyib, özümüz eləyə bilərik, xeyir iş görək, əlimiz açıqdır, görək. Ta o günə qədər ki, da əlimiz buradan üzülə, gözümüz onlar kimi yollarda qalır. Ki, bəlkə bizə bir şey çata. İndi ki, mən özümü eləyə bilərəm. Ona görə də bu ömür payımızın qədrini bilək və bu ömür payımızda Allahdan istəyək. Allah Təbarək və Teala qəlbimizi, niyyətimizi saf eləsin. Allah Teala ona gözəl qul olmaq üçün bizə bol-bol iman bəxş eləsin inşallah. İkinci məsələ imam buyurur və xubsus sərirə. İkinci məsələ ki, sənin duanı həbs eləyər, qoymaz qəbul olmağa. Qəlbin napaklığıdır. Qəlb pak deyil. İçərisində kinə var, xəyanət var, pis düşüncə var, hiylə var, hoqqa var, hər nə var, deyir, batin pak deyil. Batin pak deyil, dua qəbul olunur. O, səcdə bilirsiniz nədir? Səcdə təkəbbürlüyü sındıran ən böyük ibadətdir. Bəzən deyir, mən heç kəsin qarşısında baş əyməmişəm. Heç kəsdən üzr istəmərəm. İçəridə bir təkəbbürlük var. Heç kəsin sözünü qəbul eləmərəm. Allah Teala deyir, mənim qarşımda sən əyilməlisən. Bu alnını yerə gətirməlisən. Və bu rəzaləti, bəndəlik rəzalətdir də Allah qarşısında rəzil olursan. Səcdə ən böyük rəzalətdir. Sən alnını yerə gətirirsən. İlahi, sənin qarşında bax, belə rəziləm. Təsəvvür edirsiniz, bəzi insan var, səcdiyə belə içərisində bir şey var, qoymur onu səcdiyə, mən əyilmək, bu nə işdir? Alnımı niyə yerə qoyurum? Bu nə formadır? Təsəvvür et, şeytan onun qəlbinə o qədər hopub ki, alnını yerə gətirə bilmir. Allah ibadətdə deyir, sən özünü sındırmalısan. İnsan nə qədər özünü sındırmayıb, Allah onun qəlbinə daxil olmaz. Allah onun ruhuna hoppaz. Gəlir insan özünü bu yolda sındıra. Bəzi şeylərdə ilahi, məsələn, deyir, Allaha görə bəzi şeylərdən keçəndə Allah onun cavabını verir. Bəzi vaxt insan, hay, eşdən söz çoxdur, hay, qorxdu, hay, bu cür oldu, hay, o cür oldu, nə oldu, nə oldu? Qəlbi bilən Allahdır ki, niyyəti bilən Allahdır ki. Deyir, sən Allaha görə elə, Allah onun özü cavabını verər. Allah onu özü düzər qoşar. Sən Allahla öz əlaqəni düzgün düzəlt, Allah səninlə cəmiyyətin əlaqəsini düzgün düzəldəcək. Bunda heç bir şək və şübhə yoxdur. Üçüncü budur ki, imam buyurur, və tərkut təsdiq bil icabə. Üçüncü məsələ budur ki, insan duanın müstəcab olunmasında süstlük eləyə və bu məsələyə şübhə ilə yanaşar. Dua eləyirik, nə bilim, görək nə olacaq. Yəni, elə bir imtihan üçün mən dua eləyirəm. Baxaq, görək nə olacaq. Alınır ya alınmır. Qəbul olur ya olmur. Bu məsələdə süstlük eləyə. Bu cür düzgün deyil. Deyir, gərək insan duanı ümid və rəcadan eləyəsən. Və bu ümidin olar ki, Allah səni eşidir və müstəcab eləyəcək. Biz İmam Zaman Əleyhisselamı nə cür gözləyirik?
Ümiddən gözləyirik, rəcadan gözləyirik imam zamanı. Bilmirəm, bu vaxt gələcək. Belə bir adam varmı, yoxmu? Get-gedə insan şübhəyə düşür. Bir halda ki, bu Allahın vədidir. Yeryüzü islah olmalıdır. Dünya islah olmalıdır. Bir münzi gəlməlidir, bəşəri xilas eləməlidir. Deyir, o münzili sən hər gecə, cümə axşamı gözləməlisən ki, bəlkə səhər bu cümə zuhur elədi. Bu cümə zuhur eləmədi, gələn cümə gözlə. Gələn cümə zuhur eləmədi, o biri cümə gözlə. Deyir, bu sənin inancındır. Cəfəngiyat deyil. Bu ümid. Bu ümiddən biz İmam Zaman əleyhissalam deyirik. Allahümmə kulli vəliyyikəl hüccət ibnil Həsən. İmam Zamanın fərəz duası oxunur. Biri də budur ki, duaların müstəcab olunmamasında, bunu da iki nəsində deyirəm, bu söhbətimi tamamlayayım ki, vaxtımız çox keçməsin. Dördüncü, və təxirus səlat əl-məfruzat hətta tazhəbə əvqatuhə. İmam Səccad əleyhissalam buyurur ki, deyir, duan bilirsən, niyə müstəcab olmur bəzən? Yerlərindən biri budur ki, namazı gecikdirirsən, bəzən də qəziyə verirsən. Deyir, bu da sənin duanı qoymur müstəcab eləməyə. Namazı gecikdirirsən, qoymursan qəziyə, bəzən də qəziyə verirsən. Namaz vacib əməldir. O ki, buyurulur, əvvəl vaxtda qıl, vaxtın əvvəlində qıl, cəmaat namazı bizə böyük nemətdir, namazı əvvəl vaxtında qılmaq üçün. Ona görə cəmaat namazından qəflət eləməyək. İşdə vardır. Bəzən işim var, eləyə bilərəm. Səccadəm maşında ola, suyum da maşında ola. Bu sən namaza önəm verirsən. İlahi, mənim maşınımda səccadəm var, suyum var. Azan oldu, səccadəmi sərərəm, dəstəmazımı alaram, namazımı qılaram. Deyir, Allah duanı qəbul edir. Bəzən görürsən, insan təyyarədə də namaz qılır. Təyyarədə namaz götürülmür. Adam var, görmüşəm təyyarədə azana vaxt görmür, namaz qılır. Bu nəyi çatdırır? Mən namazı sevirəm və namaza önəm verirəm. Deyir, namazı əvvəl vaxtında qılarsan, duan müstəcab olsun. Namaza önəm verəsən, duan müstəcab olur. Bəzən namazı qəziyə verir. Namazı azan vaxtı girir, hələ bu işindədir, gücündədir, nədədir, ha vaxt problemə keçdi, gəlir, duaya keçir, ibadətə keçir. Yox, namaz əsas məsələdir. İmam Sadiq əleyhissalam buyurur, deyir, hər kəs bizi sevənlərdən namazı yüngül tutsa, biz ona şəfaət eləmərik. Şəfaət namazı ciddiyə salmaqdır. Ona görə də namazda gərək ciddi olaq. Namazın əvvəl vaxtında azan eşitdi, namaza otur. Namazı qıl. Namazdan qəflət eləmə ki, duan müstəcab olsun. Bu beşinci də bu bizim dərdimizdir. Bu dərdimizdir. Dərdimiz nədir? Bəzən mömindir, namaz qılır, namazın kənarında zikr eləyir, çox üzr istəyirəm ifadəmə görə, zikrinin böyründə adlı küçə adamlarının elədiyi söyüşü söyür. Söyüş verir. Həm namaz qılır, həm söyüş verir. Həm ağzı zikr edir, həm ağzı pis-pis sözlər danışır. Deyir, o ağız ki, ondan söyüş çıxdı, o ağızdan dua gec qəbul olar. Söyüş söydün, sonra dua elədin ki, istəyəsən duan qəbul olar, yox, bu gecikər. Deyir, وَاسْتِعْمَالُ الْبَذَا وَالْفُحْشِ فِي الْقَوْلِ. Deyir, beşinci budur ki, imam buyurur ki, kəlamında, sözündə kəskinlik, tündlük ola və aqressiya ola və eyni zamanda da kəlamının ortasında, hər kəlamın ortasında bir də söyüş buraxasan. Deyir, bu da duanı nədir? Həbs edir. Ümidin olmasın ki, söyüşlərindən birlikdə sənin duanı qılır. Sonra mən təəccüb edirəm. Bəzən insan namaz qılır, adlı insanlara heç fərqi yoxdur. Onlar elə o pis söyüşlər verdiğini bu da verir. Hər nə qədər o ağla gələn, gəlməyən söyüşlər var ki, adlı insanlar, küçə insanları, ibadətdən uzaq olan insanlar bu söyüşləri verir. Mən mömin də bu işi görürüm. Mən ona nə fərqi oldu? Bax, bunlar bəzən bizim imanımızı xarab edir. Duamızı gecikdirir. İmam Səccad əleyhissalam deyir, buna gərək riayət eləyəsən. Sən möminsən, sən fərq eləməlisən.
Ağzın fərqli olmalıdır, baxışın fərqli olmalıdır, libasın fərqli olmalıdır, surətin fərqli olmalıdır, davranışın fərqli olmalıdır. Bunların heç biri yoxdur, şəkil olur. Bunlar şəkil olur. Peyğəmbərimiz buyurur: İnnəllaha hərrəməl cənnə alə kulli fəhhaş. Allah Teala cənnəti bütün fəhhaşlara haram eləyib. Peyğəmbərin kəlamıdır. Fəhhaş, yəni söyüş verənlərin hamısına deyir, Allah cənnəti haram eləyib. Allah Teala tövbəmizi qəbul eləsin. Allah Təbarək və Teala əməllərimizi islah eləsin. Allah Təbarək və Teala niyyətimizi inşallah doğru düzgün niyyətlərdən qərar versin. Allah Təbarək və Teala getdiyimiz yolda eniş yoxuşlu bu imtihan dünyasında başımızı uca qərar versin inşallah. Muhammed və al-Muhammedə salavat yad edin. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl-insane ləfî xusr illellezîne âmenû və amilu's-sâlihat və tevâsav bil-haqq və tevâsav bis-sabr. Sallu alâ Muhammed və âli Muhammed.